Duza xeyri var, revmatizmə xeyri var, sonra şişlər olur, ona xeyri var. Elə bura xəstələr gəlir ki, nasırqa ilə gətirirlər. 10 gündən sonra durub ayaq üstə gedir. Paytaxtın Suraxanı rayonu Hövsan-Zığ yolunun kənarında bir göl var, Duzlu göl deyirlər. Bəli, hər il yay aylarında buraya gələn insanların sayı durmadan artır. Bəs bu həqiqətən müalicəvidir, bunun həqiqətən xeyri var. Palçıqla və yaxud da Duzlu göllə ağrıları keçirmək olarmı? Girişdə hər avtomobildən 1 manatdan pul yığırlar, amma içəridə bir natəmiz vəziyyət var. Əgər bura natəmiz vəziyyət olacaqsa və girişdə yığılan o pullar hara gedir? 2014-dən buraya gəlirəm. Çox faydalıdır. Mən həqiqət deyirəm ki, bəli, xeyri var. Ağrılar keçir. Dekabr, yanvar, fevral bu ağrılar gündəlik olursa, ancaq elə olur ki, bir gün ağrıyır, bir həftə, bir ay olmur. Palçıq axtarıram da, yoddu palçıq. Ağrılar var. Hə. Dedilər ki, bu palçıq xeyirlidir. Dedilər, yox, 30 ildir gəlirəm bura. Şəfa tapırdım, 2 ildir gəlmirəm, xəstəliyim artıq. Hansı ağrılar var ki, bu palçığı sürtürsüz keçir? Hər bir ağrıya, böyrək ağrısına, nə bilim, ciyər ağrısına, sümük ağrısına, hər şeyə. Bəs bu palçıq, bu su natəmizdir axı? Torpaqdır. Su ilə qarışdırırsan. Ümumiyyətlə xeyri var bunun. Xeyri var. Bəli. Məsələn, siz hansı ağrıya qarşı istədiniz ki, palçıq sürtəsiz və bu ağrı keçsin? Ağrı deyəndə elə hamıda olan ağrıdan da. Hər il gəlirik. Bir kurs keçirik də 10 gün, 12 gün. Bu palçıq ağrını keçirtdi və o ağrı neçə müddət olmur sonra təzədən qayıdır? Müəyyən müddətdən sonra. Nə deyirlər, bu faydalı bir şeydir yoxsa? Faydalı bir şeydir, duza çox faydası var. Bəli. Ağrılar var. Ağrılar var idi. Keçən il də gəldim, 10 gün qaldım. İndi də bugün birinci gündür gəlmişəm. İndi bir 10 gündə gələcəm. Duza, revmatizmə, şişlərə kömək eləyir. Ağrılar, möhkəm ağrılarım var idi mənim. Ayağımda, didimdə, belimdə, əlimi qaldıra bilmirdim. Bax indi. Bax əlim beləncə qaldırmır. Qazaxıstandan gələnlər var, Dağıstandan gələn var bura. Mənim tanışlarım var, Rusiya təhkimlər işləyir. Bizimkilər ora gedəndə deyir, buraya niyə gəlirsiniz? Duzlu gölümüz var, gedin ora. Bu palçığı tez dəyişirsiniz yoxsa? Tez dəyişirik, bəli. Hər gün tökülür. Məsələn, saat 10-da tökülüb. Bugün. Hə, yəni çox yığmırıq da. Hər də belə yığırıq ki, qutarır da. Bəs buradan yığılan pul var və yaxud da qapıda girişdə də bir manatdan yığırlar maşınlardan. Ətrafda bir natəmizlik var. Niyə bəs təmizləmirlər? Amma hər gün yığışdırır, yəni problem yoxdur təmizliyə. Günün sonunda yığışdırırsınız. Bəli, mütləq. Zibil qabları hər yana qoymuşuq. Tökən tökür, tökməyən də sağ olsun da olur. Olmaz ki, bura giriş pulsuz olsun. O zaten girir içəridə 50 qəpik verir də palçığa. Kimlə məcbur pul alınır ki? Alırsınız da orada yazılıb ki, girişdə 1 manat verməz. Gedin bax. Qopartdınız? Yox, gedin baxın da deyirəm. Biz gələndə o görüntüdə var. Burada yazılmışdı ki, girişdə 1 manat. Çəkiliş elədik, qayıtdıq ki, həmin o lövhə götürüldü. Yəni adamlar bizi belə deyək də aldatmağa çalışdılar ki, yox, elə bir şey yoxdur, amma bizə görüntü var ki, burada yazılıb ki, girişdə 1 manat hər avtomobil ödəməlidir. 21-ci əsrdir. Orada əgər analiz olunmayıbsa, o tərkib aydınlaşdırılmayıbsa, onurğa, diz, oynaqları, MRT şəklinə baxıb həkim təyinat verməyibsə, gedib o palçığa girmək patologiyanı artıra bilər. Ola bilər ki, cüzi yaxşılaşma hiss eləsinlər, amma onurğada yırtıq varsa, protruzya varsa, nüvə dağılıb sekvestrasiya varsa, onkologiya varsa, hansı bir sığorta ilə gelib gedirlər o palçığa.